Sizi yormuramsa əgər istədiyiniz ki, özünü bir cümlə ilə ifadə elə və bunu da şeirlə, poezi ilə ifadə eləməyi mən də uyğun gördüm və sizə xahiş elədiniz. Doğrudan da mən hesab edirəm ki, insanı insan yapan, insan edən xüsusiyyətlərdən biri onun poeziyasıdır, sənətdir, sözdür, incəsənətdir və ya sair. Onun üçün çox əvvəl uşaq vaxtı yazdığım bir şeiri deməyə çalışdım, bəzi yadımdan çıxdı. Yəqin ki, yaşlılığıma verərsiniz. Birazdan yadıma salıb yenə deyəcəm bunu. Ona qədər qoy bir ayrısını deyim, bir başqa şairin şeirindən deyim. Beləliklə, həm də o vaxt qazanım, bəlkə yadıma düşər şeirin geri qalan hissəsi. Bizim şairlərdən biri deyir ki, bir şikara məftun idim, keçmə dedim, keçdi getdi. Bir şikara məftun idim, qaçma dedim, qaçdı getdi bu könlümün tərlanına, uçma dedim, uçdu getdi. Maral ener oylağından, bizim eller yaylağından, dönüp səyyat bulağından içmə dedim, içdi getdi. Mədət, gördüm çox fəsillər, gözəl aylar, gözəl illər, hayf sənə keçən günlər, keçmə dedim, keçdi getdi. Siz sağ olun. Bizim Mədət demir ha, Zeynep okuyor, şair Mədət. Sağ olun.